Salam Ziya, xoş gördük səni. Salam Rafael, xoş gördük. Ziya, bu günləri Qarabağdan danışmalıyıq. Səncə demək olar ki, liqada Qarabağ artıq çempiondur, kubokda da finaldadır. Bəs Qarabağ bu heyətin üstünə nələr əlavə etməlidir səncə və hansı oyunçuları səncə göndərməlidir? Ümumiyyətlə Qarabağda nə dəyişikliklər gözlənir? Sən Qarabağ haqqında öz fikirlərini bizimlə bölüşsəydin, şad olardım. Bəli Rafael, Qarabağ haqqında danışmağa qalsa, Qarabağ artıq çempionluğu demək olar ki, qazanıb, rəsmiləşdirib, kubokun finalındadır, kuboku da qazana bilər və hər iki cəbhədə belə deyək ki, son illərdə olduğu kimi Qarabağ iddialıdır və çempionluğunu təmin edir. Və əsas da Çempionlar Liqası üçün azarkeşlər Avrokuboklarda Qarabağın nələr edəcəyini gözləyir. Son Avrokuboklarda belə deyək, Qarabağın fiyaskosu oldu, fiyasko oldu və artıq rəhbərlik bir sıra addımlar atmaq istəyir ki, növbəti il, yəni yenə də hədəf Çempionlar Liqasının qrupuna düşməkdir. İlk növbədə istəyərdim Buntiçdən danışım. Buntiçi Qarabağ icarəyə göndərə bilər və yaxud da sata bilər. Hal-hazırda Buntiçin Qarabağla 2027-ci ilə qədər müqaviləsi var. Buntiç son 20 oyunda cəmi 2 rəsmi maçda meydana çıxıb. Bunlar Araz Naxçıvanla ilk məğlub olduqları kubok oyunu idi və FKSB ilə Avropa Liqasının oyunu idi ki, hansı ki Qarabağ orada 3-2 hesabı ilə məğlub olmuşdu. Buntiçlə Qurbanov davam etmək istəmir. Artıq qapıcı seçimini edib Qurbanov. Bəli, Koxalski də əsas qapıda 635 min avro dəyəri var Buntiçin. Yaxşı təklif gələrsə, belə deyək, 500 minin üzərində Qarabağ onu satacaq. Yox, əks halda artıq Buntiçi icarəyə verə bilər. Kevin Medina haqqında danışmaq istəyirəm. Kevin Medina son oyunlarda ehtiyatda qalır. Buna da əsas səbəb Neftçi ilə oyunda belə deyək, intizamsızlığı ilə seçildi ki, Ağadaş Salyanskiyə qarşı çox kobud hərəkət etmişdi ki, hansı ki, futbolçunun karyerasına zərər gələ bilərdi. Əlbəttə ki, karyerasını bitirə bilər. Bəli. Buna görə Qurbanov intizamsızlığa görə oyunçunu cəzalandırdı. Səncə Medinanın dövrü Qarabağda bitib yoxsa necə? Belə deyək, futbolçu ilə 2027-ci ilə qədər müqavilə imzalanıb. Hal-hazırda Medina 2027-ci ilə qədər Qarabağdadır. Qurbanov son mətbuat konfransında bu barədə sual verilib. Qurbanov bildirib ki, Medina hələ ki bizimlə qalır. İllər öncə, 2 il bundan öncə Çaykur Rizespor Medina ilə maraqlanmışdı, il yarım öncə. Sadəcə Qarabağ onu satmamışdı. Hal-hazırda Çaykur Rizesporun belə deyək ki, maraq dairəsindədir Kevin Medina. Anlaşmazlıq durumunda Kevin Medinanı böyük ehtimalla Qarabağ sata bilər. Bunu da görə bilərik və əsas Yasin Benziya ilə müqavilə məsələsində Qarabağ razılaşıb. Oyunçunun transfer hüquqları ND Sport Managementə aiddir. ND Sport Management tərəfi ilə artıq oyunçunun belə deyək agenti kompaniya ilə razılaşdırılıb. Benziyaya yaxşı təkliflər var idi ki, hansı ki Səudiyyə Ərəbistanından yaxşı təklif var idi. Ancaq bu modeldə izləyə bilərik Benziya transferində. Kadidə olduğu kimi Kadi ilə müqaviləni 5 il müddətində artırıb daha sonra yüksək məbləğə satmaq. Bəli, Krasnodara satdılar. Benziyada da bu modeli izləyə bilərik. Çünki Qarabağ oyunçunu bir ay artıq oyunçunun belə deyək müqaviləsi bitir. İyun ayında bitirdi müqaviləsi. Qarabağda oyunçu ilə müqaviləni uzadıb, belə deyək Səudiyyə Ərəbistanından 2-3 milyon dəyərində, 2 milyon 3 milyon dəyərində təklif gəlsə böyük ehtimalla Benziyanı satacaqlar. 30 yaşlı, 31 yaşlı olacaq. Bəli, 31 yaş artıq bu il tamamlanacaq. Yəni müqavilə şərtləri artıq razılaşdırılıb. Maaş məsələsində Benziya razılaşmırdı. Maaş məsələsində də artıq Benziya Qarabağ ilə razılaşıb. Digər transfer oluna bilən oyunçu isə Redon Çiçadır. Transfer dəyəri hal-hazırda 500 min avro dəyərindədir. 2026-cı ilin yayına qədər Çiçanın müqaviləsi var. Qarabağ fikrimcə kiçik bir transfer məbləği qarşılığında oyunçunu sata bilər. Böyük ehtimal elə mənim fikrimcə Çiçə Azərbaycan çempionatında hansısa bir kluba yollanacaq. Çünki Qurbanov demək olar ki, Çiçəyə heç bir oyunda şans vermir. Bəli. Cəmi belə deyək ki, səhv etmirəmsə 7 və yaxud da 6 oyuna çıxıb bu mövsüm. Ümumi çempionatdan söhbət gedir. Sabah klubu ilə də adı hallanır. Səncə Qarabağ ümumiyyətlə müdafiəçisinin və yarım müdafiəçisinə daha çox transfer eləməlidir ümumiyyətlə? Hələ ki gedənləri adını deyim, daha sonra transfer hansı mövqelərə olacaq onu da bildirəcəm. Veşoviçlə artıq Qarabağ Veşoviçin müqaviləsi bitir. Veşoviçlə Qarabağ yollarını ayıracaq. Elə Veşoviçin Azərbaycanda davam etdirmə ehtimalı çox böyükdür. Turan Tovuzla adı hallanırdı Veşoviçin, ancaq hələ ki heç bir rəsmi qərar yoxdur.
Adday, Emanuel Addayın da haqqında da danışmaq istəyərdim. Cəmi 2 oyunda bu futbolçu bu mövsüm 90 dəqiqə forma geyinib, düzdür, ümumilikdə 34 oyunda forma geyinib. Ancaq 32 həmçində demək oyunda olar ki, nə 90 dəqiqəni tamamlaya bilib, daha sonra oyuna daxil olub. Cəmi 3 gol vurub, transfer dəyəri 1.2 milyon avro olaraq dəyərləndirilir. gözlənti çox böyük idi. Alcorcondan gəldi İspaniya çempionatında, yəni çox gol vurmamışdı, gözləntilər belə desək daha da böyük olmamalı idi. Cəldliyi var, ancaq bitiriciliyi yoxdur. Qurban Qurbanov hələ ki işləyir onu düzəltmək üçün, belə deyək. Görək bundan sonra nə qeydə alınacaq. Və son olaraq Nərimanın Moldeyə transferi haqqında danışmaq istəyərdim. Belə deyək, Qarabağda 1.6 milyon transfer dəyəri var hal-hazırda Nəriman Axundzadənin. Ümumilikdə 34 oyunda 11 gol, 1 assist edib. Elə də çox böyük rəqəm deyil, ancaq yəni 21 yaşlı futbolçu üçün heç də pis göstərici deyil. Moldenin transfer məsələlərinə baxan skautu Oinstein Nirland bildirilib ki, istəyirdik heyətimizə qatmaq, alınmadı. Ancaq hələ ki yaxın günlərdə yenə oyunçunu izləyəcəyik. Qarabağda bunlar idi, ancaq hansı mövqelərə transfer gözlənilir? Əsas olaraq Qurbanov rəhbərlikdən müdafiəçi istəyib, müdafiəçi, yarım müdafiəçi və Juninho'nun gedişindən sonra Taran tipli mərkəz hücumçusunu istəyiblər. Bunun üzərində artıq belə deyək, işlər gedir. Mətbuat xidməti ilə əlaqə saxladıq Qarabağın. Ad çəkmədilər, əlbəttə ki, bu ad çəkməkləri düzgün olmazdı. Ancaq bildirdilər ki, bəli, qeyd olunan mövqelər üzrə hal-hazırda transfer danışıqları gedir. Bəs sağ cinaha müdafiənin Veşoviçin Müdafiə xəttinə Veşoviçin sağ cinaha həm Silvanın, həm Abbasın oynadığını bilirik həmin cinahda. Onlar Veşoviçin boşluğunu səncə doldura bilərlərmi? Doldura bilmirlər. Biz bunu Avrokubok oyunlarında da gördük. Kəskin ötürmələr edə bilmirlər. Müdafiənin sol cinahından Qurbanov rahatdır. Elvinin, Toralın gedişi olmasa yəqin ki, onlar oynayacaqlar. Ancaq müdafiənin mərkəzinə mütləq şəkildə Qurbanov transfer istəyir. Məncə 2 transfer olunmalıdır məncə müdafiə Böyük ehtimalla mərkəzinə. əgər Qarabağ növbəti mövsümdən etibarən Çempionlar Liqasını hədəfləyirsə, artıq transferlər olmalıdır. Bəs səncə dayaq yarım müdafiəsinə transfer eləməlidir? Dayaq yarım müdafiəsinə Ramonun gedişindən sonra transfer ola bilər və bu arada bunu da qeyd etmək yadımdan çıxdı. Patrik Andrade ilə də müqavilə yenilənə bilər. Patrik Andrade'nin klubda qalmağında Qurban Qurbanov çox maraqlıdır. Dayaq yarım müdafiəsinə fikrimcə Qarabağ transfer edə bilər. Ancaq əsas prioritet müdafiə, yarım müdafiə və hücum xəttidir ki, hücum xəttində Qarabağın Musa və Nəriman mənim fikrimcə Avrokubok oyunlarında gözlənilənləri verə bilmir. Bir Juninho effektini heç bir oyunçu verə bilmir. Zaten onlar öz potensialını ortaya qoya bilmirlər. İkisindən də gözlənti çox böyük idi, amma Yenə də Qarabağın bu xəbəri də çatdırım. Portuqaliya əsas liqası və ikinci liqasına yönəlib bir Juninho, belə deyək ki, yeni bir Juninho gətirmək istəyirlər. Ona zaten görə Kadini də oradan gətirmişdilər. bəli, ikinci diviziondan gətirmişlər. Hal-hazırda çox Qarabağın skautları, hətta Portuqaliyaya gedən skautlar da olub, buradan da izləyirlər. Fikrimcə elə Qarabağın hücum xəttinə yenə də biz Portuqaliyadan transfer görəcəyik. Bir Braziliyalı daha görəcəyik. Reynaldo, Braziliyalı ola Juninho, bilər. deyəsən üçüncü daha yaxşı. Portuqaliyalı da ola bilər. Görüb baxaq. Oldu Ziya, təşəkkür edirəm Sağ ol, fikirlərini Rafael. bizimlə bölüşdüyün üçün. Çox sağ ol. Növbəti verilişdə görüşənədək Sağ ol. sağ olun və salamat qalın.